Niyə cəmaət alladırlar yalan yox? Gedirsən də qapısına, idarəyə yesin, dövlətin idarəsini elə bil doğum evinə yesin. Sabirabadın Xəlfəli kəndinin bir qrup sakini Kanal 21-ə müraciət edərək bildiriblər ki, Azərqaz İstehsalat Birliyində uzun illər çalışdıqları halda heç bir əsas olmadan işdən azad olunublar. Vətəndaşların sözlərinə görə onlar Dost MMC vasitəsilə işdən azad ediliblər. Sakinlər qeyd edirlər ki, işdən çıxarıldıqdan sonra onlara yenidən işlə təmin olunacaqları vəd edilsə də, bugünə qədər həmin vəd yerinə yetirilməyib. Sakinlərin iddiasına görə buna baxmayaraq, Azərqazda yeni işə qəbul edilən şəxslər də var. Kənd sakinləri Kanal 21 vasitəsilə ölkə başçısına müraciət edərək məsələnin araşdırılmasını və haqlarının bərpa olunmasını xahiş edirlər. Mirəliyev Əsrət Adaoğlu, Sabirabad Xəlfəli kəndi. Biz 6-cı ay 2025-ci ildə Dost MMC-nin işindən bizə xitam gəldi və biz müraciət etdik Bakı Dost MMC mərkəzinə. Bizə bildirdi ki, siz işlə təmin olunmuyorsunuz da, bu iş ləğv olunur. Amma bizə çatan məlumata görə 22-23 nəfər işçi götürüblər. Hal-hazırda bizdəki işsiz, özümdəki ailəli adamam, dolanışıq çətindir. Və cənab prezidentdən də xahiş edirəm, bizim bu müraciətimizə baxardı, xahiş edirəm. Sabirabad rayonunun Xəlfəli kənd sakini Seyfiyə Mansur Güloğlu. 2019-cu ilin aprel ayında cənab prezidentə müraciətim əsasında məni Azərqazın Sabirabad rayon istismar şöbəsində işə götürdülər. Ərzəm əsasında. 2022-ci ilin aprel ayında heç bir xəbərdarlıq eləmədən bizi satdılar Dost MMC-yə. İndi qanuni idi, qeyri-qanuni idi, onu mən deyə bilməm. 2025-ci ilin 6-cı ayında da, ayın 6-sında bizi işdən azad edildiler. Heç bir xəbərdarlıq eləmədən, heç bir göstəriş olmadan. O gündən bu günə kimi də müraciət eləmişəm, məşğulluqda qeydiyyata da düşmüşəm, məni işinə təmin eləmirlər. Elvin Poladxanoğlu, Sabirabad rayon Xəlfəli kəndi. Şikayətim bununla bağlıdır ki, mən Azərqaza işçi kimi məni götürdülər. Bir müddətdən sonra çıxartdılar, hatta səbəbsiz mənim bildirmədən də, niyə çıxartdılar, nəyə görə çıxartdılar. Çıxardıblar, atıblar bizi çölə, heç nə maraqlanmırlar, nə eləmirlər, səbəbini deməmədən çıxartdılar, bizi atdılar çölə. Bu qədər. Mən Mirəliyev Ağəli Səmdəğoğlu, Sabirabad rayonunun Xəlfəli kəndində yaşayıram. Özüm işsizliklə bağlı müraciət edirəm cənab prezidentimizə. 2025-in yanvar ayının birindən bizim işimizə xitam verirlər. Mən 2016-cı ilin fevral ayının 12-sindən işə qəbul olmuşam. Dost MMC qaz idarəsində işləyirdim. 2025-in yanvar ayına qədər işlətdilər bizi çıxartdılar işdən. Dedilər ki, işlə təmin olunacaq. İlin sonudur, heç bir xəbər yoxdur. Bakıya da getdim Dost MMC-yə, dedilər ki, sizin işinizə baxılmır və sizin işinizə xitam verilib. Bu iş əmələ gələsi bir şeydir. Xahişim ondan ibarətdir ki, bugünkü gün işsizlikdir, dolanmaq çətindir. 3 dənə övladım var. Xahiş edirəm cənab prezidentdən ki, bu işdə bizə kömək eləsin, bizi işə götürsünlər ki, biz əvvəlki işimizə qaydaq, qaz dairəsində işimizə işləyək. Mustafa Vəli Rüstəmoğlu, Sabirabad rayon Xəlfəli kəndində yaşayıram. 2017-ci ildə cənab prezidentə müraciətim əsasında məni məşğulluqla qaz idarəsində Azərqazda ictimai işlər üzrə işçi götürdülər. Aprel ayının 7-sində məni işdən azad ediblər. Dəfələrlə prezidentə, yəni əlimdə olan sənədlər, kağızlar hamısı var. Müraciətim əsasında heç bir yazırlar ki, yəni iş yeri yoxdur. Bununla əlaqədar çox müraciətlərimiz olub. Hal-hazırda noyabrın 5-də çıxarılan 25 nəfər götürüblər. Bugün də mənə gələn mesajda 2 nəfər əlavədən götürüblər. Və necə ola bilir ki, bizləri çıxardırlar. Dostu oldum dekabrın 1-də. Mənə məlumat verdilər ki, sizi götürməyəcək. Niyə? Başqa adamlar götürəcək. Və necə oldu? Həmin işləyənləri yenədən götürürlər, bizi götürmürlər. Müraciət edirik ki, bizi işə həmin öz işimizə qaytarsınlar. Necə olur? Kənar əlavə adamlar götürürlər, işdən çıxarıb 20 gün keçməmiş onları qaytarırlar. Neçə aylardır mən cənab prezidentə müraciət edirəm. Əlimdə bütün sənədlərim əlimdədir, hamısı burada. Məktublar, kvitansiyalar. Əhalinin Sosial Müdafiə Nazirinə göndəriblər. Sokar neft şirkətinə göndəriblər.
nədir, belə qanunla zənciləyiblər, mənim çağırıblar, işsiz kimi qeydiyyat alıblar, Simba proqramını yükləyiblər, hələ ki bir xəbər yox. Deyirlər ki, sənə iş verir. Dərdimizi prezidentdən başqa biz kimə deyək ki, ona da biz yazdığımız məktub çatmır. Bəli, cənab prezident. İnşallah biz onun siyasətinə arxalanırıq. Ümid edirik ki, cənab prezidentimiz inşallah diqqətində olarıq. İnşallah bizi işdən bərpa edərlər. İnşallah ümid cənab prezidentə. Qeyri-qanuni şəkildə heç bir xəbərdarlıq eləmədən bizi 2022-ci ildə satdılar Dost MMC-yə. İndi də deyirlər Dost MMC ləğv olunur. Ancaq cənab prezident hələ Sabirabadda Dost MMC-nin tikilişinin açılışına gəlməlidir. Bu yaxın günlərdə. Nətər olur bu Dost MMC ləğv eləyir? Niyə tikirlər o boyda dövlətin büdcəsindən pul ayırıb niyə tikirlər? Niyə cəmaat alladırlar yalan? Gedirsən də qapısına, idarəyə yesin, dövlətin idarəsini elə bil doğum evinə yesin. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.